Dostlar, sizin üçün heç vaxt peşman olmayacağınız bir mənzili təqdim etməyə gəlmişəm. Qaraçuxur qəsəbəsində adından da göründüyü kimi etibarlı rezidens. Son dövrlərdə Qaraçuxur qəsəbəsində tikilmiş, bütün standartlara cavab verən yeni tikili binadır. ...12 mərtəbəli binanın 11-ci mərtəbəsində 65 kvadrat metr sahəli qanuni 2 otaqlı mənzili təqdim edəcəm. Şixanov qəsəbəsinə gedən yolun üstü Neftçilər metro stansiyasına da hardasa 7-8 dəqiqəlik məsafədə yerləşir. Əsas odur ki, dostlar, mənzil kupçalıdır, qazı, işığı, suyu var, daimidir. Sənədlərində dediyim kimi heç bir problem yoxdur, ipotekaya da yarayır. Mənzilin daxili ilə sizi tanış edəcəm. Bu mənzili izləyin dostlar, ən əsası da odur ki, qiymət çox münasibdir. Qiymət videonun sonunda deyiləcək, indiki bazar üçün ən münasib qiymətlərdən biridir. Təqdimata başlayıram. Bura mənzilin xol hissəsidir. Bir dənə operatorumuz göstərsin. Bura mənzilin qapıdan giriş hissəsidir. 6 metrəlik geniş xol hissəmiz var gördüyünüz kimi. Xolun qutaracağında belə bir zalımız var. Belə gözəl geniş zalımız var. Daxili hündürlüyü də çox yaxşıdır dostlar. 3 metrə 20 santim mənzilin daxili hündürlüyüdür. Bir dənə ətraflı fırlan zəhmət olmasa. İzləyicilərimiz görsün. Mənzilin təmiri şəxsi təmirdir dostlar. Pəncərələrinə qədər dəyişib Karitsnevi bahalı pəncərələrdən istifadə edib ev sahibi. Şəxsi öz üçün təmir edib, Allah xeyir versin. İndi satır, kim alsa xeyirli olsun. Almağa dəyər mənzillərdən biridir dostlar. Burada hamımız sanitar qovşağımızdır. Aksesuarlar hamısı quraşdırılıb, yaşayışlı evdir. Burada geniş belə bir yataq otağımız var. Dənə təqdim eləyək zəhmət olmasın. Hardasa 20 kvadrat metr ölçülərə yaxın yataq otağımız var. Yataq otağın pəncərəsi də mərkəzi yola baxır, dəyərli izləyicilərim. Qonaq otağının pəncərəsi də mərkəzi yola baxır. Mətbəxtin daxilində eyvan hissəsi var, onu da göstərəcəm. Çox maraqlı, çox münasib qiymətlə bir mənzili təqdim edirəm sizə. Yəni, videonu axıra kimi izləyin dostlar. Gördüyünüz kimi mənzil cumvuran mənzildir. Yəni qarşısında heç bir hündür mərtəbəli bina yoxdur. Qarşısı açıqdır. Hava işləyən çox gözəl bir mənzildir. Dediyim kimi bütün otaqların pəncərələri mərkəzi yola, Şixanov qəsəbəsinə gedən yola baxır. Buradan mətbəxtin daxilindən eyvana çıxışımız da var. Qaz sayğacıdır, kombi sistemidir. Hamısı eyvan hissəsində quraşdırılıb. Onu da qeyd edim ki, bütün mebel və avadanlıqlarla birlikdə satılır. Elektron əşyalar, mebellər, evdə nə görürsünüzsə, hamısı satış zamanı mənzilin daxilində saxlanılacaq. Mənzili bu vəziyyətdə alıb kirayədə vermək olar. Bu ərazidə, bu binada kirayələrin qiyməti yüksəkdir. 600-650 manatla bu cür evləri kirayə vermək mümkündür. Mənzilin sənədlərini videonun əvvəlində demişəm. Kupçası, texpasportu, bütün sənədləri qaydasındadır. Binanın yaxınlığında bir çox məktəb var. Bağça, uşaq bağçası, böyük ticarət obyektləri fəaliyyət göstərir. Marşrut xətti də birbaşa binanın qarşısından Neftçilər metro stansiyasına, Bakıxanova və şəhərin bir çox istiqamətlərinə fəaliyyət göstərir. Dostlar, mənzilin qiyməti indiki bazar üçün həqiqətən çox münasibdir. Videonun əvvəlində qeyd etmişdim. 160 min manatla bütün əşyalarla birlikdə 65 kvadrat metr sahəli qanuni 2 otaqlı mənzili sizin üçün təqdim etdim. Allah xeyir versin, dəyərli izləyicilərim. Zənginizi gözləyəcəyin nömrəmiz səhifədə var. Buyurub əlaqə saxlayarsınız. Bir videolarımızı izləməyi, kanalımıza abunə olmağı da unutmayın. Çox sağ olun, var olun. Binanın 2 ədəd müasirlik sistemi yeraltı qarajda var.